Salam əziz tələbələr, bu gün artıq magistratura 3-cü şans imtahanı da baş tutdu axır ki. Gəlin sualların qısa icmalına baxaq. Sualların izahını etməyəcəm. Bunu başqa bir videoda çəkib göstərəcəm sizlərə. Hal-hazırda son bir həftədə YouTube canlılarımda, TikTokda müxtəlif videolar, hansı ki tələbələrə OTK sınaqları işlətdim, köhnə modelləri işlətdim. Oradan gəlib düşmüş suallara baxaq. Hansı ki, birə-bir eynisi düşmüş suallar var. Hansı ki, bəzi suallar var ki, onların izah olunması indi qəbula düşmüş sualların yazılmasına kömək olub. İndi mən danışmayım, suallar özü danışsın. Gəlin başdan bir-bir baxaq. Deməli, burada hal-hazırda çıxan şablonda olan ilk sual informasiya təhlükəsizliyi ilə bağlı idi. Hansı ki, informasiya təhlükəsizliyinə aid təqribən bu tipli phishing, brute force, keylogger, DDoS, hansı ki, bunlarla bağlı biz danışıqlar aparmışdıq OTK sınaqlarının izahında, yəni YouTube canlılarında. Bax, həmin sualı ki, uşaqlara mütləq şəkildə, yəni bir təxminlərimdən biri bu ki, bu hissəni çox diqqətlə oxuyun uşaqlar, buradan düşmək şansı çox böyükdür. Bax, gəlib düşüb imtahana. Hansı ki, YouTube canlısına keçid edib baxasınız. Bu videonun da üzərində müəyyən həmin o kəsitlərdən yerləşdirəcəm ki, yəni tam əmin olasınız. Daha sonra ikinci sual təkrar sualda, sadə sualda dəfələrlə modellərdə filan istifadə olunub və hamı da bunu bilir ki, artıq PowerPoint 2019-da Home-da da, əvvəl Home-da idi slayd əlavə etmək, indi Insert-də də var. Yəni təkrar sualdır, full təkrardır. Sonra bu sualla razı deyiləm, bu sualla razı deyiləm. Bax, bunu sizə göstərirəm. Mən tələbələrimə demişdim, canlıda da qeyd etmişəm bunu. Deməli, bircə dəqiqə, harada idi bu? Bir dəqiqə. Deməli, qəbullar. Bax, təqribən 2025-ci ilin ya da ki, 24-cü ilin. Aha, gəlin baxaq. Nədir bu? 2025 ikinci cəhd. 2025 ikinci cəhddə demək olar ki, o sualla bu sual, yəni qardaş kimi fikir verirsiniz, yəni bir-birinə çox oxşuyur. Söhbət nədir? Artıq DIM, Windows, fikir versiniz, burada da qeyd edib Windows 11. Qeyd edib Windows 11. Nəzərə alaq ki, DIM-in Windows 11 haqqında hələ ki bir dərsliyi yoxdur. Dərsliyi yoxdur. Digər kurslarda, kurslar tutanmış yazıblar müəyyən bir dərsliyi Windows. Xeyr. DIM həmişə nəyə dayanaraq deyir? DIM deyir ki, mən sual salıramsa, bu mənim vəsaitlərimdə var. Nə bilim, orta məktəb kitabında var, filan kitab. İndi sual olunur, DIM-in rəsmi olaraq Windows 11 dərsliyi varmı, yoxsa yox? Yoxdur, gəlin və baxaq. Mən bunu canlıda da qeyd etdim ki, uşaqlara, yoldaşlar, əvvəllər, məsəl üçün, Windows 10-da filan John, Null, sonra PRN'dir, COM-dur, bu kimi şeylər, bu adları fayl adı kimi istifadə etmək olmur. Windows 11 deyir də, düzdür. Gözünüzün qabağında yoxlayıram. Bax, görürsünüz, AUX qoymaq olur. John, görürsünüz, qoymaq olur. Sonra Null, görürsünüz, istifadə etmək olur. 2025-də hələ ki Windows 11 qərarı yox idi. Orada düz götürmək olardı bu suala. Amma madəm bura Windows 11 yazırsınız, biz zəhmət Windows 11-də bu adları yazın, yoxlayın. Görün, işləyir, yoxsa yox. Bizə də deyir ki, fayl adı kimi istifadə etmək olmaz. Çox güman ki, götürüblər 2, 3, yox, 3-ü götürənməzlər, 4, 5, 8. A variantı götürüblər. Eləmi götürüblər? Bəli, elə də götürüblər. Xeyr, amma düz deyil. Bu doğru yanaşma deyil. Hal-hazırda gözünüzün qabağını göstərdim Windows 11-də. Yəni, Windows 11-dən dərsliyi çıxmadığı sürəcə bu sualı belə paylaşmalı qəti şəkildə düzgün. 2025-in qəbulu ilə demək olar ki, yəni ikinci cəhdindən eyni sualdır. Amma düzgün yanaşma deyil. Mən bu sualdan qəti formada razı deyiləm. Sonra, diapazon daxilində sətir sütun xanalarının sayını hesablaması minlərlə belə misal işləmişsiniz. Çox sadə sualdır. Bax, ta ki, birinci cəhd baş verəndən bu günə qədər deyirəm ki, uşaqlara, artıq DIM öz, belə deyim ki, yolunu dəyişib. Hansı ki, algoritm və say sistemindən saldıqları suallar abituriyent proqramında istifadə olunan sual tiplərindəndir. Belə olmaz. Çünki humanitar ixtisasda oxuyan tələbələr üçün burada müəyyən riyazi, çox böyük bir riyazi anlayışı yox, yəni integral açmırsan burada. Amma kiçik riyazi intellekt istifadə etmək lazımdır ki, bu onlarda belə deyim ki, çətinlik yarada bilər. DIM hansı ki, ya bir dənə test bank çıxarsın, mənim üçün abituriyentlər üçün test bank çıxardıb. Biz bilirik ki, orada bu tipli sual var, biz də bunun modellərini düzəldib abituriyentlərə işlədirik. Amma magistrların indiyənə kimi bütün kurs kitablarında demək olar ki, gördükləri əsas nümunələr nədir? Algoritm sadə bir dövrdür, ya da nə bilim tutalım ki, sadə suallardır. Yəni belə deyim ki, bu tipli sual yoxdur.
magistratura proqramında görülməyib. Yəni kimsə çıxıb deyəcək ki, yox mən sən işlətmisən və ya sən işləmirsən, o başqa söhbət. Söhbət ümumi proqramdan gedir. Hansı ki, abituriyent, yəni belə deyim ki, abituriyentlər üçün informatika fənni qəbula daxil olunandan sonra başladılar artıq say sistemindən və alqoritmdən bu tipli suallar salmağa. Deməli, oradan sual oğurluğu deyil, yəni sual bazasından götürüb orada atırlar. Bu amma doğru, düzgün deyil. Sonra gəldik bu sual. Baxın, bircə dəqiqə. Bax, 2015-ci ilin modelini, bu suallar 14 iyun adında bir videom var idi. Orada belə deyim ki, uşaqlara demişdim ki, indiyənə kimi demək olar ki, blok sxemlərin, yəni fiqurlardan sual düşməyib. Bax, bu sualı uşaqlara izah etmişəm. YouTube-da da canlıda var, girib baxa bilərsiniz. Ki, bax, gəlib, demirəm, yəni eynisi gəlib düşüb, amma ən azından bu sualı işləməyi, təkrar eləməyi o uşaqlara bu sualı qazandırıb. Davam edək, növbəti. Şəbəkə ilə bağlı uşaqlar sual soruşurdular ki, nə düşə bilər? Məsəl üçün, son günlərdə OSI modeli ilə bağlı ki, burada da bircə dəqiqə olmalıydı hardasa. Görüm, o kəsib atmışam bura. Hə, kəsib atmamışam. Yəni, şey eləmədim ki, çox da yəni da o dərəcə. Çünki birbaşa sualın özünü izah eləməmişəm. Amma OSI modelinin, tutalım ki, protokol və s. bu kimi şeylərin 2 gün qabaq, 5-ci, 6-cı gün canlılarda iştirak edənlər görüblər ki, bu şeylərin izahını vermişəm şəbəkə ilə bağlı. Artıq orada OSI modelini bilənlər, yəni ən azından buradan bir variant qabağa düşürdülər, tutalım ki. Sonra, bax bu sual. Bax bu sual. Fikir verin. 14 iyun testlərim içərisində, yəni o PDF-in içinəsən, bu 2021-ci ilin qəbuluna düşüb. Uşaqlara dedim ki, hətta bu sualı manifest edirəm, gəlib düşəcək. Bunu bir izah elədim. Sonra gəldim OTK-nın sınaqları içərisində də yenə bu sualdan vardı. Yenə bundan izah elədim. Təqribi bu suallar 2 ya da 3 dənə sual izah elədim ki, dedim diqqətli olun. 3 dənəli çoxdan düşmür, ümumiyyətlə bu tipli sual çoxdan düşmür. Gəlib düşəcək. Düstur da yazdırdım. Canlıya baxıb görə bilərsiniz. Davam edək. Say sistemi bax. Hesabatlarla iş, hansı görünüş rejimi. Bax, OTK-nın sınaqlarında izah eləmişəm bu sualı. Gəlin, baxaq, bu sual. Girin, baxın, YouTube canlısında 2026 OTK sınaqlar adlı video var. Bax, bu sual orada izah olunur. Bax, birə-bir eynisi gəlib düşür. Sonra, soruşurdular ki, şəbəkədən başqa nə sual düşə bilər? Dedim, mütləq şəkildə sosial şəbəkələri təkrar edin. Bax, canlıda bu şey deyilənlər hamısı keçib, yəni bu videonu yerləşdirdən sonra rəylərdə də gəlib təsdiqini verə bilərlər. Yəni ki, canlıya qoşulan tələbələr və canlı videoya, daha doğrusu canlıdan sonra videoya baxan tələbələr. Dedim, sosial şəbəkələri təkrar edin. Bax, çoxdan da düşmür imtahana, gəlib düşə bilər. Baidu, Baidu və s. ilə axır bu kimi şeylər gəldi düşdü. Sonra bu heç, bu belə məşhur sualdır, yəni təkrar sualdır demək olar. Bu sual, bu sual 2025-ci il qəbulda da gəlib düşmüşdü. Bu sualı həll etmək üçün hansı ki, yenə 5-ci, 6-cı gün, görürsünüz, bu tipli sual izah eləmişəm. Bu sual hala qəbula düşmüşdür. 2 sualın kombosudur belə baxanda. Bu sualla, bu sualı OTK-nın sınaqlarında mən uşaqlara izah elədim. Ümumiyyətlə, bu tipli 3 dənə sual izah eləmişik və bununla bunun kombosu gəlib imtihana düşüb. Bu izahlara qulaq asanlar üçün bu sualı həll etmək artıq asan olacaqdır. Davam edək. Bu heç sadə bir şeydir. Bu da elə çətin bir şey deyil. Gəldik. Dəftərxana, nə bilim, nəsə. Primary 2 bu heç. Bu sual. Fikir verin. Hansı düymələr kombinasiyası sənəddə sonuncu redaktə aparılmış yerə qayıtmaq olar? Birbaşa OTK-nın sınağındakı sual. Bax. Birə-bir eyni sualı izah eləmişəm. Hano, bax, görürsünüz. Yenə OTK 2026 sınaqlar. Girin canlı YouTube videosuna baxın. Bu sual orada var. Burada belə düşüb, Shift F5 nə iş görür? İmtihana belə salıblar. Yəni, cavabı veriblər, deyir hansı qısa yoldur. Yəni, birə-bir sualın özünü izah eləmişəm. Vektor təsvirlərlə bağlı son 2 gündə, 5-ci, 6-cı gün sual izah eləmişdim. Vektor təsvirin çatışmazlıqlarından filan danışırdı. Yəni, ona da qulaq asan, ən azı vektor təsvirlər haqqında müəyyən bilgiyə sahib olacaqdır. Bu sual 2021-ci il DİM-in sınağında istifadə olunub. Bax, eynisi. 2021 DİM sınaq. Görürsünüz, orada qapalı sual kimi düşüb. Təbii ki, burada aid olanları soruşur, burada da aid olmayanları soruşur. Yəni, təkrar sualda sadəcə bir dənə şərt dəyişib. Başqa heç nə yoxdur. Sonra bu sual desktop üzərində yerləşən sistem qovluqlarını seçin. Birbaşa bu sualı izah etməsəm də, amma bu əsaslı, görürsünüz, belə bir sual izah etmişəm OTK-nın sınağında. Aşağıdakılardan hansı iş masasında yerləşən sistem qovluğudur?
Hansı ki burada sistem qovluğu belə deyim ki, olanları, daha doğrusu sistem qovluğu deyil olmalıydı burada. Yəni bu sualı belə ümumilikdə izah eləmişdik də. Bu görürsüz burada da yəni bu sualın artıq izahına qulaq asan bunu da yaza biləcəyik ki, hansı sistem qovluğu, hansı sistem qovluğu deyil. Printer məsələsi təxmin eləmişdim, demişdim çoxdan da printer məsələsi imtahana düşmür. Gəlib düşüb. Çətin də sual deyil. Hə burada da gəldi. Əla, yaxşı yadıma düşdü. Hansı ki, deməli bircə dəqiqə. OTK sınaqlar harda idi bu? Yenidə idi, görün. Bircə dəqiqə səbirli olaq. Printer. Burada printer məsələ. 2019-2020-nin dimin sınaqlarında da izah eləmişəm. O da var YouTube-da. Baba, burada da. Demişdim ki, bax salsalar bunu polnus ala bilərlər. Çünki bu fake-dir. Çox adam aldanır. Deyək, bu fake. Demişdim ki, bax diqqətli olun. 25 səhifə verirlər, aşağıda da verirlər 29. Bax, yenə OTK-dan bir gün qabaq izah eləmişəm bax bu fake sualını, amma bundan da qabaq bir 4 dənə buna aid sual işləmişəm. Bax, yenə həmin o fake sualı. Bax 23 veriblər. 23 veriblər. Burada yazılır 21-27. Yəni yoldaşlar, birbaşa sualın özü olmasa da sırf bu kontekstdə sual izah eləmişəm ki, bax fake ata bilərlərsə diqqətli olun. Bax gəlib düşüb eynisi. Davam edirik. Xətalarla bağlı sual. Xətalarla bağlı sualı sözün düzü gözləmirdim gəlsin düşün. Düzdür, axırıncı gün, 6-cı gün dedim ki, ola bilər gətirib salsınlar yəni yenə. Çünki xətalardan başlayıblar suallar salmağa. Əvvəl hansı ki, birbaşa bu sualı izah etməsəm də, gəlin baxaq. Yenə 6-cı gün OTK-nın sınaqları içərisində görürsünüz, bu sualı izah eləmişəm. Value, name, nam. Yəni, variantları artıq izah eləmişəm. Yəni, hansı, necə? Yəni, bu sualın izahını artıq bir gün qabaq öyrənmisənsə, bu sualı həll etməkdə sənə kifayət qədər kömək olmuşam deməkdir. Və indi gələk bir də nəyə? Hətta bu DSDS, məsələn, DSDS burada yoxdur. Bax, burada yoxdur. Yox, burada idi də, hə. Bax, burada yoxdur. Onu da ayrıca. Dimin testləri var. Hansı ki, dimin kitabının arxasında olan testlər var. Orada gəldim, dedim ki, yoldaşlar, səbirli olun, gecə idi. Bu hətta desəm 5-ci gün idi izah edəndə. Dedim, canlıya axıra kimi qulaq asın. Bax, bunu da izah edirəm ki, bax, bu da gəlib düşə bilər. Bax, DSDS-in izahını vermişəm. Value-nun izahını vermişəm. Name-in izahını vermişəm, namını da. Yəni, 5-ci, 6-cı gün bu şeylərin üzərində qabarıq şəkildə qalmışam da. Gəlib imtihana düşüb. Gördüyünüz kimi, deməli, çəkdiyimiz əziyyət yerdə qalmayıb. Son, bu ikinci cəhdə hazırlıq dövründə qəbulların, sınaqların, bir-bir hamısının izahını YouTube-da paylaşmağım, son 2 gündə OTK-dan 8 dənə sınağa baxmamızın əziyyətinin bəhrəsidir ki, bax, bunlar gəlib imtihana xeyli bu qədər təkrar sual və eyni şablonda, eyni templatedə olan suallar düşüb. Bu da belə. Bu bizim hamımızın bir yerdə, belə deyək ki, uğurumuzdur. İmtahan suallarının ətraflı izahı, indi hələ ki bu PDF çıxıb DİM tərəfindən buradan da baxıb şey eləyə bilərsiniz. Amma ətraflı izahını YouTube-da ayrıca video kimi paylaşacağım. Hər birinizə uğurlar arzulayıram. İnşallah ki, yəni bu qədər təkrar sualın, bu qədər şablon sualların içərisində inşallah ki, yaxşı bir nəticə göstərərsiniz.